Siyəzən rayon əhalisi fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunur. Bu işlər Siyəzən Su Meliorasiya Sistemləri İstismar İdarəsi tərəfindən həyata keçirilir. İçməli su sahəsi üzrə 8632 abonentə xidmət göstərilir ki, bunun da 8302 abonenti əhali, 330 abonenti isə qeyri-əhalidir. Ötən il ərzində mənbədən 2.563.875 kubmetr içməli su götürülüb və götürülən suyun 1.930.792 kubmetri su istehlakçılarına verilib. Rayonda içməli su təchizatı və kanalizasiya şəbəkəsi üzrə baş verən bütün qəzalar idarənin qəza bərpa briqadası tərəfindən aradan qaldırılır. İdarə tərəfindən Siyəzən şəhəri, Zarat, Sədan, Yenikənd, Gilgisa qəsəbə, Tuğay kəndlərinin içməli su ilə təmin edən nasosxana stansiyası, su anbarları, habelə içməli su şəbəkələri əsaslı və cari təmin işləri planlaşdırılmışdır. Bu da istehlakçıların su ilə təminatını daha da yaxşılaşdıracaqdır. İdarə meliorasiya sahəsi üzrə 2032 abonent olmaqla 12137 hektar suvarılan əraziyə xidmət göstərir. Bunun üçün idarənin balansında 247 kilometrə yaxın açıq suvarma kanalı mövcuddur. Balansda 3 kilometrdən artıq boru, 199 kilometr qapalı şəbəkə, 147 kilometr isə kollektor drenaj şəbəkəsi var. 2025-ci il üzrə idarənin qarşıya qoyduğu vəzifələrdən biri torpaq məcralı kanalların beton üzüyə alınmasıdır. Bununla yanaşı idarə sel və daşqınlara qarşı da tədbirlərini davam etdirir. 2024-cü ildə olduğu kimi 2025-ci ilin yanvar-fevral ayları üzrə idarə tərəfindən suvarma mövsümü hazırlığı olaraq idarənin mexanizmləri vasitəsilə torpaq məcralı kanallarda 24120 kubmetr lildən təmizlənmə, rayon ərazisində Girgirçay və Ataçay çaylarında 10.000 kubmetr çay məcrasının təmizlənməsi və hidrotexniki qurğularda cari təmin işləri görülmüş və bu işlər davam etdirilir. Bunda əlavə olaraq bildirmək istərdim ki, cari il ərzində torpaq məcralı Yenikənd kanalı əsaslı təmir olunaraq 1385 metr hissəsi beton üzlüyə alınacaqdır ki, bu da su istifadəçilərinin vaxtında birbaşa az itki ilə suvarma su ilə təminatını reallaşdıracaqdır. Siyəzəndə meliorasiya sahəsində aparılan uğurlu işlər fermerləri sevindirir. Əkdikləri bitkini asanlıqla və vaxtında suvara bilən fermerlər hər il bol məhsul əldə etdiklərini bildirirlər. Bizim kəndin əsas dolanışıq mənbəyi heyvandarlıq və əkin-biçindir. Bundan ötürü də əkin-biçini də, heyvandarlığı da ərsəyə gətirməkdən ötürü su lazımdır. Su problemimiz də hələ ki şükür Allaha yoxdur. Çünki mövsüm işlərlə əlaqədar olaraq su idarəsinin işçiləri bütün axları lildən, koldan, kosdan təmizləyiblər. Bu da bizə ruh verir ki, gələcəkdə inşallah mən 6 hektar əkmişəm. Gələcəkdə inşallah 10 hektar, 15 hektar əkin sahəsini çoxaldım ki, yəni belə bizə qulluq olunur. Heç bir sudan ehtiyacımız yoxdur. Bolluqdur, su bolluğudur. Qeyd eləyək ki, cari il ərzində Siyəzən rayonunda 5771 hektar kənd təsərrüfatı bitkilər əkilib. Ümumilikdə 12552 hektar sahə suvarılıb və əkin sahələrinin orta suvarılma sayı 2,2 dəfə olub.